Milli maraqların müdafiəsi də əlbəttə ki, bir o qədər də vacib rol oynayır. Azərbaycan gənci yalnız öz hesabını qorumaq üçün yox, həm də dövlətin informasiya təhlükəsizliyinə sahib çıxmaq üçün məsuliyyət daşıyır. Buradan da çağırış etmək istərdim ki, bugün ölkəmizdə bir çox qurumlar var, hansı ki, bu yöndə fəaliyyət göstərir. Məsələn, ən primitiv olan asan körülləri və yaxud da kiber təhlükəsizlik mərkəzləri, universitetlərin müasir ixtisasları gənclərə doğrudan da bu yöndə effektiv olmağa imkan yaradır. Amma məsələ təkcə dövlətin yaratdığı imkanlarla bitmir. Hər birimiz şəxsi vətəndaş məsuliyyəti daşıyırıq. Özümüzə bir ritorik sual verə bilərik. Mən gündəlik internet davranışımla dövlətin təhlükəsizliyinə nə qədər töhfə verirəm və bu yöndə doğrudan da necə daha effektiv ola bilərəm. Hörmətli dostlar, hörmətli gənclər, 2-ci Qarabağ müharibəsi bizə göstərdi ki, doğrudan da qələbə təkcə tankla, topla yox, həm də informasiya ilə qazanılır. Azərbaycan haqqı səsini dünyaya çatdıran, düşmənin yalanlarını ifşa edən gənclər tarixə yazıldı. Bugün isə biz yeni çağırış qarşısındayıq. Özümüzü, ailəmizi və ətrafımızı kiber hücumlardan qorumalıyıq. Vətənimizin müstəqilliyi informasiya sahəsində də qorumaq doğrudan da vacib əhəmiyyət daşıyır. Unutmayaq ki, müasir gəncin ən böyük silahı onun biliyi, ən güclü qalxanı isə kiber təhlükəsizlik mədəniyyətdir. Tədbiriniz düşünürəm ki, çox effektiv keçdi, hər biriniz doğrudan da maraqlı və faydalı informasiyaları əldə etdik. Bu tədbirin baş verməsində ilk öncə Daxili İşlər Nazirliyi əməkdaşları, ondan sonra Suraxanı gənclərinə də öz dərin təşəkkürlərimi bildirəm müstəqil inkişaf gəncləri adından və düşünürəm ki, bundan sonra da bu yöndə və bir çox digər mövzularda tədbirlərimiz baş tutacaq. Sizin hər birinizi orada görməyi əlbəttə ki, çox istəyirik. Hər biriniz çox sağ olun, gəldiyiniz üçün təşəkkür edirik.